bizim tek Türklerin vəzifəsidir. Siz tarixlərdə Atatürk gəzirsiniz, Babək Xürrəmini gəzirsiniz, Nadir Şah gəzirsiniz, Səttarxan Bağırxan gəzirsiniz. Bu zamanında lan bizim atacığımız bunların hamısının yerindədir. Allah bunu qorusun. İmtiyaza görə ağrım etdi mən bərnamədə. Mən bərnaməni sıfırdan 100-ncə baxdım, hamısını gördüm. Bir dənə imtiyazdan, topdan söz getmedi, tam hoviyyətdən söz gedirdi. Biz əgər eləyə bilməsək, biz Türklər öz hoviyyətimizi qoruyaq, sabah İran'a da satacaq. Biz İrancıyıq, biz İran şəhri deyirik, İrancıyıq, vətən sevərlik, torpaq yemişik, torpaq verməmişik, ot yemişik, torpaq verməmişik. Nə cür elə ələm biz topa görə gələr ağrıyaq, xeyr, topdan söz getməyik. Tamam hoviyyətdən, İranın Cumhurbaşqası Türkdür, Ali rəhbər dini, Ay Xamenei Türkdür, nə cür elə Türklərə tohun elərik. Ağay Tac bir nəfərə tohun oldu, sən gəldin, 3 milyard cərimə elədin, neçə cələsə məhrumiyyət direktörü.